Son vaxtlarda Türk Dövlətləri Təşkilatının nüfuzu artır və təbii ki, bu nüfuzun artmasında həm də əməkdaşlıq, daha da yaxınlıq öz sözünü deyir, öz rol oynayır və belə bir də fikirlər də səslənir ki, ümumiyyətlə Türk Dövlətləri Təşkilatının nüfuzunun artması, əlaqələrin genişlənməsi, bu qlobal məkanda daha da geniş formada perspektivlərin artması digər dövlətlərə qarşı yönəlmiş bir addımdır. Siz necə düşünürsünüz? Bu cür versiyaların ortaya atılması nə dərəcədə doğrudur və hansı səbəblərdən qaynaqlanır? Təşəkkür edirəm. Çox vacib məsələni qaldırdınız. Türk Dövlətləri Təşkilatı gücləndikcə və bu ölkələr arasında, üzv ölkələr arasında inteqrasiya artdıqca, təbii ki, buna sevinənlər də var, buna necə deyərlər, riskantla yanaşanlar, buna inanmayanlar, eyni zamanda bundan yuxusuna haram qatılanlar da mövcuddur. Bu təbii bir prosesdir, buna təəccüblənmirik. Amma əsas odur ki, Türk Dövlətləri Təşkilatı güclənməkdədir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev də bəyan edib ki, Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqaməti, prioritet istiqaməti Türk dünyasıdır, Türk Dövlətləri Təşkilatıdır. Bu belədir. O ki, qaldı konkret sualınızla bağlı ki, niyə bu qədər qısqanclıq qarşılayanlar var, nədir onları narahat eləyən cəhət? Yəqin bu onunla bağlıdır ki, Türk Dövlətləri Təşkilatının, mən son rəqəmləri deyirəm, deməli, birlikdə ümumi daxili məhsulu gəlib çatıb 1,8 trilyon Birləşmiş Ştatlar dolları, onu da ötüb keçib 2 trilyona yaxınlaşmaqdadır. Yəqin ki, ona görə narahatlar ki, Türk Dövlətləri Təşkilatı bu 5 üzv dövlət var, 3 dövlət də müşahidəsi statusundadır. Söhbət cəmisi 8 dövlətdən gedir. Onların ticarət dövriyyəsi, yəni beynəlxalq aləmlə ticarət dövriyyəsi 1,5 trilyon dollara gəlib çatıb. Çox böyük rəqəmdir. Yəqin ki, əsas məsələlərdən biri odur ki, bu güclənirsə, bu üzv dövlətlərin bir-biri arasında ticarətin vəziyyəti necədir? Ticarət əlaqələrinin səviyyəsi necədir? 45 milyard dollar ötüb keçib. Bunlar çox böyük rəqəmlərdir. Həm də ki, bir dinamika var. Əvvəlki illərlə müqayisədə 20%, 25%, beləcə artan dinamikası var. Bundan savayı bu Türk Dövlətləri Təşkilatının üzv dövlətdən çox böyük deməli iqtisadi potensial var. Xüsusilə də təbii ehtiyatlar baxımından çox zəngindir. Siz təsəvvür edin ki, dünya bu ölkələr ki yoxdur, bu 5 dövlət və 3 də deməli müşahidəsi statuslu dövlətlərdən söhbət gedir. Onların birlikdə qaz ehtiyatları 18,6 trilyon kubmetrdir. Müqayisə üçün Azərbaycanın əsas dövlətlərdən biridir bu təşkilatda 2,6 trilyon kubmetri təsdiqlənmiş ehtiyatlardır. Bu da Azərbaycanın payına düşür. O ki qaldı neft deməli 18,6 deməli qaz idi, amma o ki qaldı neftə 5,3 milyard tondur. Bu ölkələrin birlikdə deməli təsdiqlənmiş neft ehtiyatları müqayisə üçün Azərbaycanda bu təsdiqlənmiş ehtiyatlar 1,5 milyard ton sayılır. Gördüyünüz kimi çox böyük iqtisadiyyat var, çox böyük potensial var, enerji potensial var, nəqliyyat potensial var. Təkcə Azərbaycanın cənab prezidentin qeyd etdiyi kimi bu ölkələrin investisiyasının həcmi 20 milyard Birləşmiş Ştatlar dollarını ötüb keçib. Bu rəqəmlər özlüyündə danışır, özlüyündə potensialı deyir, özlüyündə hansı böyük strateji hədəflərin olduğunu söyləyir. Amma burada bir həqiqət var ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti heç bir halda üçüncü tərəfi hədəf almayıb. Əksinə, bu üzv dövlətlər regional təhlükəsizliyə töhfə verir, beynəlxalq təhlükəsizliyə töhfə verir, separatizmə qarşıdır, terrorçılığa qarşıdır, kiber hücumlara qarşıdır, İslamofobiya qarşıdır, ksenofobiya qarşıdır. Bunlar unikal hadisələrdir. Əslində, dünyanı narahat edən problemlərdir, onların həlinə töhfə verir. Dünyanın bir nömrəli problemi indi iqlim təhlükəsizliyə bağlı məsələlərdir. Bakıda COP29 tədbirinin keçirilməsi nə deməkdir? Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvü olaraq deməli, bu sferaya da çox böyük töhfə verir. Bu baxımdan hesab edirəm ki, o yuxusuna haram qatılan tərəflər narahat olmasınlar. Bu təşkilatın böyük hədəfləri var və hədəf də sabitliyə, inkişafa, davamlı inkişafa, inteqrasiya kimi məsələlər özündə etibar edir.